Daşxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Vəzizadə Rəhimə. İşimdə milli rəqs edən qızı təsvir eləmişəm. Şüar Azərbaycan səni sevirəm olduğuna görə musiqi notlarının xətlərini bayrağımızın rəngləri ilə təsvir eləmişəm. Mən Rizayeva Dilrubə, Etibar qızı İsmail Şəhər Sönmə məktəbdən gəlmişəm. Burada mən əsərimin adını keçmişin notaları adını vermişəm, keçmişin sirləri. Burada gördüyünüz musiqi alətləri sadəcə bu musiqi alətləri deyil, bu keçmişin bizə ilətdiyi bir sirdir, notadır, musiqi səslərdir, ürəyin səsidir. Buradakı musiqi alətləri, oradakı keçmişdən bizə gələn mənəvi dəyərlərdir. Əlbəttə ki, hər xalqın bir özünə məxsus musiqi dəyərləri var, musiqi notaları var. Azərbaycanın isə musiqi dəyərləri budur. Burada isə parçalarla Azərbaycan milli geyimini təsvir etməyə çalışmışam. Yəni, Azərbaycanın rəngarəncliyini, belə milli dəyərlərini, mənəvi dəyərlərini təsvir etmişəm. Mən Aydan Əzadə Anar qızı İsmail rayonu Dideli kəndindən gəlmişəm. Qurban Heydərov adına Dideli kəndi tam orta məktəbinin şagirdiyəm. Mən bu şəkili demək olar ki, ən sevdiyim şəkillərdən biri idi. Mən Şuşanın tarixini və mədəniyyət irsini bir buta içərisində çəkmişəm. Burada ta, dəv, nağara kimi milli alətlərdən istifadə olunub, həm də birlərdən istifadə etmişəm. Mən Məmmədova Laizar Ramazan qızı İsmail rayonu Gideyli kəndindən orta məktəbinin şagirdiyəm və mən burada rəsmimdə milli dəyərlərimizi yaşadaq adlı bir əsər yaratdım və burada Azərbaycanın milli dəyərləri, tar, çaman, yəni Qız Qalası, Şirvanşahlar sarayı və çəkmişəm. Mən Qurbanova Saray, Ramil qızı, 136 nömrəli tam orta məktəbdən gəlmişəm. Şəkildə buta içərisində tar, çaman və nağara kimi musiqi alətlərindən istifadə etmişəm. Həmçinin milliyyətimizi təsvir edən nardan da istifadə etmişəm. Mən çəkdiyim şəkildə sadəcə bir şəkil yox, burada Azərbaycan tarixi və musiqi alətləri də yerləşir. Mən Hüseynli Fatimə Şəhriyar qızı, İsmail rayonu Sönmə məktəb Hüseyin şagirdi. Mən burada Odlar Yurdu Azərbaycanı təsvir etmişəm. Milli alətlərimiz, tar, çaman, qaval, Qız Qalası. Mən Ayam Mirzəyeva, 136 sayılı məktəbdən gəlmişəm. Musiqi alətini xalça naxışları ilə bəzəmişəm. Mən 103 sahil tam orta məktəbdən Mirəşrəf Sadıqlı. Mən bu əsərimdə daha çox Azərbaycan tarixində olan milli musiqi alətlərinə önəm vermişəm. Burada da və bir dənə bülbül və onun ağzından çıxan notlar var. Burada isə bu musiqi alətlərindən çıxan notlarda bülbülün avazı adını vermişəm. Bu isə mənim əsərimdir. Salam, mən Nuri Samirə, 136 nömrəli tam orta məktəbindən gəlmişəm. Əsərimin adı Sazın ruhunda Azərbaycanı, texnikam isə rəngli karandaşlarını işləmişəm. Mən Səfərov Hümeyrayam, 4 nömrəli məktəbdən gəlmişəm. Bir qəpi çəkmişəm, çünki orada musiqiyə aid olanlar var. Bir qəpi bizim milli pul vahitimizdir. Keçmişin milli musiqi alətlərini və indi olanları çəkmişəm. Bunlardakı musiqi aid. Zayeva Zəhra. Bu rəsmdə tar, çaman, nağara təsvir etmişəm. Önündə isə 2 ədəd nar çəkmişəm. Mənim adım Əli Səlimzadədir. Süleyman Ələskərov adına 1 nömrəli İncəsənət məktəbində təhsil alıram. 2-ci sinif şagirdiyəm və mən bu əsəri 1001 Gecə baletindən əsinlənib çəkmişəm. Burada 1001 Gecə baletinin bəzi notları var və burada 1001 Gecə baletinin
baş qəhrəmanı var. Əziz qonaqlar, əziz sərgi iştirakçıları, əziz kiçik rəssamlarımız, hər birinizi Azərbaycanın 9-cu Uşaq və Gənc Rəsm Festivalında xoş gördük. Burada yerləşən əsərlərin müəllifləri artıq bizim üçün qaliblərdirlər. Onlar yüzlərlə əsərin içindən seçiliblər və bugün sərgilənirlər. Hər kəsi salamlayıram, valideynləri, qonaqları. Əsas da bizim bu balaca rəssamlarımızı, yeniyetmə rəssamlarımızı salamlayıram, onlara uğurlar arzu edirəm. Dostlar, salam həmyerlər. Mən Amerikada yaşayıram 35 ildir. Adım Tariyel, familiyam Əliyevdir. Yazıcı kimin, tədqiqatçı kimin, alim kimin adım Azərtürk'dür, Tariyel Azərtürk. Və 1991'də Amerikaya gəldim. 1994-cü ildə tariximizi tədqiqinə başlamışam. Gələn bütün qonaqları salamlayıram. Dünənləri demək bizim sərgimiz oldu, 8-11 yaş arası uşaqlarla. Onların da gözəl kompozisiyalar vardı, rəngarəng kompozisiyalar var idi. Bugünkü sərgi mən çox belə yaddaşımda yəqin ki gözəl qalacaq. Çünki həddindən artıq çox rəngarəng idi işlərimiz. Yəni uşaqlar dünya görüşlərinə görə və yaxud hardansa istifadə edərək musiqi mövzusunu anlamağa çalışdılar. Yəni mənim fikrimcə belədir. Amma əsərlərə baxarkən təkrarlar çox gördüm. Yəni öz fikirlərimi deyəcəm. Yəni əsərlərin seçimində təkrar kompozisiyalara çox müraciət olunmuşdu. Yəqin ki, bu da sosial şəbəkələrdən istifadədir. Yəni, uşaqlar sosial şəbəkələrdən çox istifadə edirlər. Musiqi mövzusunu biz paylaşan kimi orada, onlar ancaq milli musiqi yazaraq, yəni milli musiqi alətlərimizi araşdırmağa başlayıblar. Mən belə düşünürəm. Amma onu demək istəyirəm ki, bizim yəni Xətai Sənət Mərkəzinin Azərbaycanın adı altında paylaşdığı bu gözəl festivala, yəni orada yəqin ki nəzər salmısınız, orada bizim milli musiqi tariximiz, hər hansı bir mahnıya, bir kompozisiya, uşaqların öz fikirləri olmalı idi. Düzdür, yenə də deyirəm, hər bir əsərin qarşısından keçərkən ayrı-ayrılıqda hər uşağın öz fikrini, yəni bildik ki, məsələn, rəssamlarla da fikirlər bildirdik. Uşaqlar öz konkret olaraq fikirlərini bildiriblər, rəng tonalıqlarından istifadə ediblər. Ancaq bəzi mövzular var idi ki, onlar orada qapalı olaraq da qaldı. Məsələn, bizim musiqiçilərimiz var idi, böyük musiqiçilərimiz olub musiqi tarixində, Tofiq Quliyev kimi, Qara Qarayev kimi, Üzeyir Hacıbeyevin əsərləri var idi, hansı ki, onları uşaqlar oxuyub bilib qazana bilərlər. Ümumiyyətlə, rəsm sərgiləri rəssamların biliyini artırmaq üçün, yəni dünya görüşünü artırmaq üçün bunlar paylaşılır, xüsusən də uşaqlar üçün. Çox xahiş edirəm uşaqlardan, qiraətinizi artırın, sosial şəbəkələrdən az istifadə edin. Yəni, bizim yazıcılarımız da musiqi tarixini əməlli başlı yazıblar. Həm kiçik uşaqlarımız üçün var ədəbiyyat, həm də böyüklər üçün var. Yəni, daha ətraflı kompozisiyalara müraciət eləmək olardı. Amma yenə də gözəl idi işləriniz, ümidvaram ki, özünüz çalışın ki, yenə də deyirəm, uşaqların öz düşüncə tərzi olmalıdır. Müəllim, haradasa mən özüm də müəlliməm, rəssamam, sonra da rəssam müəlliməm. Yəni, uşaqlara hansısa bir yolu, hansısa bir rəng çalarlarını, rənglərin qarışmasını, quruluşu, qurmanı öyrədirik. Amma uşaq ondan istifadə edərək öz fantaziyasını kağıza köçürməlidir, müəllim köməyi olmadan. Müəllimə göstərib demək olar, bu necədir, müəllim sizə öz fikrini deyə bilər. Ancaq, yəni müəllim əli olmadan çalışın ki, dünya görüşünüzü daha da artırasınız, dünyanızı rəngarəng eləyəsiniz. Yəni, bu dəqiq elə bir yaşdasınız ki, siz çox xoşbəxtsiz. Belə, yəni, təbrik edirəm. İnşallah bundan da gözəl uğurlar olsun. Vaxtınız xeyir olsun, hörmətli uşaqlar, valideynlər, müəllimlər, qonaqlarımız. Qonağımız üçün xoş gəlib. Çox dəyərli məlumatlarınızı çox sağ olun. Çox gözəl ki, bu aylar çox gözəl bir mədəni tədbirlər, konferanslar çərçivəsində daxilində çox böyük Azərbaycanda tədbirlər keçirir. Onun biri də bizim Azərbaycanın festivalıdır ki, yəni bu festivalın qiyməti yoxdur mənim üçün. Mən özüm də musiqi ilə məşğul olmuşam uşaqlıqdan. Yəni musiqinin janrları ilə məşğul olmuşam, yəni ki, orada və növləri ilə məşğul olmuşam, caz musiqisinə maraqlanmışam, klassik
musiqi, rock, opera və onların necə deyirlər, bütün janrların biri-birindən tutarlığı, sonra mesela bizim bəstəkarlara baxın, Qara Qarayevin əsərləri var, Caz Previziyalar var, yəni qulaq asmışsınız da. Sonra Cövdət Hacıyev var, sonra var bütün tanınmış bəstə Fikir Dəmirov var, Min bir gecə o çox gözəl balet yazıb. Uzun sözün qısası çox danışmaq istəmirəm. Nə demək istəyirəm? Bütün sənətiniz onsuz da rəssamlığı çəkirsiniz və gələcəkdə də bunu göstərəcəksiniz. Sadəcə olaraq həqiqətən də çalışın biz Azərbaycan bəstəkarlarını tanıyın. Hansı ki Qara Qarayev, Fikir Dəmirov, bunları biz vacib tanımalıyıq. Üzər Həcibə, himnimizin musiqisini, sözlərini kim yazır?